Gülzar hala Bismillahla oturup duran əsl Azərbaycanlı qadını kimi rəğbətlənirdi. Pislik etməklə, haram tikə kəsməklə qəti arası yox idi. 8 oğul, 3 qız ərsəyə gətirən bu qəhrəman ananın ürəyi müharibə başlandığı gündən etibarən 2 yerə bölünmüşdü. Dağ şəlaləsi tək şəffaf ürəyinin bir parası torpağımız uğrunda qanlı vuruşmalarda şücaət göstərən, sayılıb seçilən oğullarının yanında idi. Son beşiyi Mövlanın hansı bölgədə döyüşməsindən çoxdan idi ki, xəbər tuta bilmirdi. Etibar adlı ciyar parası isə öz öyündürücü igid əməlləri ilə onu həm sevindirir, həm də yaman ağladırdı. Televizorda Etibara Azərbaycan bayrağı ordeni verilməsi barədə elanı eşidəndə həm sevinmiş, həm də ürəyinə min cür fikir gəlmişdi. Qohum əqraba, dost tanış, təsəlli, ürək dirək versə də, Gülzar xalanın müdam qara fikirlər basırdı. Ana intizarının, oğul həsrətinin gərginləşdiyi ərəfədə Etibarın iş yerindən, Neftçala balıq emalı kombinatından direktor İlyas müəllim başda olmaqla bir neçə əməkdaş əskər ailəsinə xeyriyyə yardımı gətirmişdi. Nə diqqət, nə qayğı Gülzar xalanın eyninə deyildi. Hər qapını döyən də intizardan canı üzülən ağbirsək anadan şadiyana surətdə Etibarın ordeni ilə bağlı muştuluq istəyirdi. Qəhrəman ananın isə eyni açılmırdı. Nəhayət, Etibar qısa müddətli məzuniyyət alıb evə gəldi. Özü ilə anasına bir dünyalıq sevinç gətirdi. Gülzar xala orden söhbətinin həqiqiliyinə inandıqdan sonra yerişini də, söz söhbətini də dəyişdi. Fərəhlə deyirdi ki, balama qurban olun, döyüşdən orden də gətirdi. Amma bu dəfə qoyan deyiləm davaya getməyə. Qoy, hamının balası da bir ordenli iş görsün. Sonra bıraxaram Etibarı. Nədir? Bəyəm, qəhrəmanlıq göstərmək bircə mənimkinə mi qalıb? Bəzən qürrələnən, bəzən də döyüş təhlükəsindən ehtiyat edən ananın inadı səngər güzaranına alışmış və öz canbir, ürəkbir silahdaşlarını istirmək istəməyən Etibarın iradəsini sındırmadı. Mən cəbhəyə qayıtmasam, gərək kişilikdən danışmağa bir dəfəlik son qoyum, deyə anasına axırıncı sözünü bildirdi və düz məzuniyyət vədəsində öz doğma hərbi hissəsinə qayıtdı. Tərtərin Qazyan kəndində işıqlı yaz səhəri idi. Səma da, günəş də, çal-çağırlı kənd təbiəti də üzə gülürdü. Birinci tabor döyüş qabağı düzülüş komandası almışdı. Döyüşçülərin cöhrəsində qələbə inamı aydın sezilirdi. Brigada komandiri Polkovnik Yaşar Aydəmirov öz adəti üzrə əskərlərin qarına yumruq vurmaqla onların qarın əzələsinin möhkəmliyini sınayırdı. Növbə Etibara çatdı. Bir vurdu, 2 vurdu, amma Etibar heç kipriklərini də qırpmadı. Yaşar Aydəmirov onun fiziki möhkəmliyindən,
psixoloji dözümündən hiss etdi ki, qabağında duran bu cantaraq oğlan elə belə oğlan deyil. Ona dedi ki, deyəsən çoxdanın döyüşçüsüsən. Etibar yığcam cavab verdi. Bəli, komandir, 1992-ci il avqustun 15-dən ordudayam. Qumbara atancıyam. Amma döyüşdə əlimdən hər iş gəlir. Yaşar Aydamirov özünə xas ciddiliklə onun gözlərinin içinə baxa-baxa dedi ki, ay maşallah, az deyil, 2 ilə yaxındır. De görün mənə bir erməni tankı borçlu olursanmı? Etibar özündən razı halda gülümsəyərək dedi ki, komandir, benim də üstünə gəlin. Komandir səmimi şəkildə söylədi ki, sözünə düz çıxsan, gözümün işığı olacaqsan. Amma unutma ha, mən yalançıları bağışlamıram. Ana torpaq hər birimizdən fərdi qəhrəmanlıq tələb edir. Bugün əskər paltarı geyib, ordu sırasında durmaq azdır. Gərək iş görəsən, hünər sahibi olasan. Etibar inamla cavab verdi ki, mən səngərdə həmişə sözümün ağası olmuşam. Kiçik qrupumuz süni və təbii əngəlləri dəf edərək Şurabat kəndinə gedən yolu tutdu. T-72 markalı düşmən tankı qrupun mövqeyini gördü. Bir atəş açdı. Döyüşçülərimiz dərhal səngər qazmağa başladılar. Əskərlərimiz istiqamətləri əlüstü müəyyən edib, tankdan himayə olunmaq üçün məxfi siqnallar verdilər. Tank Çinar ağacının arxasında gizlənmişdi. Fasilə verə-verə, yorma və susturma atəşləri açıb yuvasına soxulurdu. Hədəf qumbaratançı Etibar Sadıqovun gözünə çoxdan sataşmışdı. Amma real imkan yox idi ki, tankın külünü göyə sovursun. Hər halda Etibarın qəzəbi coşdu. Güllə yağışı altında qabağa süründü. Gördü ki, düşmən piyadaları açıq sahədə mərmi daşıyırlar. Ani olaraq nişan alıb atdı. Qəlpəli qumbara atəşindən bir erməni qulduru gəbərdi. İkisi ağır yaralandı. İki gözlü müşahidəçi Müşfiq Cəlilov Etibara yaxın mövqedə durmuşdu. Sakitcə əlləri ilə him etdi ki, Çinarın başında bir sniper yaman fəallıq göstərir. Onu da sustur. Demək, Etibar darmacalda 2 tapşırığı yerinə yetirməli idi. Bir yandan da güclü yağış ona mane olurdu. Üst başının palçığına məhəl qoymurdu. Bircə səy göstərirdi ki, silahı təmiz qalsın. Sniperin yerini gözə yarı tuşlayıb vurdu. Erməni qan içində yerə sərildi və hərəkətsiz qaldı. Biri qollu budaqlı ağac büsbütün silikləndi. Bu zaman düşmən tankının sağ cinahı açıldı. Etibar bütün surəti ilə qabağa yürüdü. Düşmən piyadaları onu çəpəki atəşə tutmuşdular. Qrupun zəhləsini tökən tanka təxminən 200 metr qalmışdı. Etibar döyüşçülərimizə xəbərdarlıq edərək dedi ki, başınızı səngərdən çıxarmayın. Vura bilməsəm sizin üçün pis olar. Etibar öz gücünə inanırdı. Sadəcə olaraq ehtiyatı əldən buraxmırdı. Axı şər deməsən xeyir gəlməz. Dəqiqələr surətlə ötürdü. Etibar çox çətin bir məqamda tankla üz-üzə dayandı. Özünü itirmədən birinci atəş
çaşdı. Qumbara düşmən tankının qülləsinə dəydi. Sürücü mexanik tankı bir təhər arxadakı ağaçlığın arxasına çəkə bildi. Amma sıradan çıxdığına görə susmalı oldu. Tabor komandiri Mayor Qurban Qurbanov Etibara öz təşəkkürünü səngərdəcə elan etdi və onu mükafatlandırdı. Cəbhə həyatının cəfalı dolaylarında ordenli çavuş Etibar Rızaoğlu Sadıqov öz mərdliyi, ağıllı təşəbbüsü və hərbi məharəti ilə həmişə silahdaşlarına örnək olmuşdu. Ateş vasitələrindən döyüş xassələrinə uyğun olaraq istifadə edirdi. Qaya kəndində bir Uralı, bir piyadaların döyüş maşınını vurmuşdu. Füzuli döyüş bölgəsində dığa dolu səngərləri odlaya-odlaya düşmən müdafiəsinin dərinliklərinə şığıyan Etibarı az qala özümüzünkülər vurmuşdular. Piyadalarımız inana bilməmişdilər ki, onlardan 200 metr qabağa gedib çıxan bir cəsur əskərimiz var. Arxaya çevrilib, irəli komandasını bir qədər gec versəydi, onu özgə sanacaqdılar. Bu hadisəni xatırlayanda Etibar kövrəlirdi. Deyirdi ki, həqiqətən özüm səhv etmişdim. Arxa ilə məlumat mübadiləsi aparmadan irəli gedirdim. Çünki həmləm uğurlu idi. Bir dığa qabağımda duruş gətirə bilmirdi. O zaman ayıldım ki, yan görən boşdur. Çevriləndə gördüm ki, öz silahlarımız mənə tuşlanıb. Sifətimi görməsəydilər, heç nədən həlak ola bilərdim. Axı, mən səhvə yol vermişdim. Nə qədər erməni qulduru qırıbsan deyə, ona verdiyim suala Etibar belə cavab verdi. İlk döyüşlərdə sayırdım. Kəlbəcər dağlarında isə çox dığanı o dünyalıq etdikdən sonra saymağı tərk etdim. Açığı, indi öldürdüyüm düşmən piyadalarının hesabını aparmıram. Mənə elə gəlir ki, saymaq yeşəxanalıq əlamətidir. Biz öz torpağımızı təcavüzkar erməni faşistlərinin caynağından almağa çalışan Azərbaycan əskəriyik. Borcumuz düşməni məhv etməkdir. Kimi az, kimi çox öldürsə də, ümumi nəticə birdir. Azərbaycan əskəri torpağına qəsd edənin qənimidir. Biz əylən yox, düşməni əydirən döyüşçülərik. Şaxtalı, boranlı Kəlbəcər qışının qaya səngərlərində döyüşən Etibarın böyrəkləri möhkəm soyuqlamışdı. O vaxtdan bəri ağrı çəkə-çəkə vuruşurdu. Həkimlər məsləhət bilsələr də, Etibarın yorğan döşəkdə uzanmağa qərarı gəlmirdi. Tağım silahdaşları da bəzən onun xəstəliyi yaxından duya bilmədiklərinə görə təkidlə deyirdilər ki, biz etibarsız döyüşə çıxmağa ehtiyat edirik. Bu sözləri xüsusən orduya təzə gələn əskərlər söyləyirdilər. Çünki etibarla səngərdə bir olanda onlara ziyan dəymir. Ən zəif döyüş qabiliyyəti olan əskər də onun hünərinə baxıb cəsarətlənirdi. Etibarın psixoloji sabitliyi, əskəri intizamı, döyüş mütəşəkkilliyi və hər şeydən ucu olan səngər qardaşlığı taqım silahdaşlarının qanına, iliyinə hopmuşdu. Ateşkəs haqqında müqavilənin qüvvəyə minməsi onun üçün bir tənəffüsə çevrildi. Hamı məsləhət gördü ki,
böyrəklərini müalicə etdirsin. Ateşkəs dövründə Neftçala rayon polis idarəsində öz xidmətini məsul polis zabiti kimi davam etdirən ordenli əskərimiz Etibar Sadıqov müntəzəm surətdə öz müalicəsini davam etdirdi. Həmişəki kimi yenə sözünün ağası idi. Deyirdi ki, haramzada erməni dövləti müharibənin siyasi yolla qurtarmasına razı olmasa, istənilən dəqiqədə öz silahdaşlarının arasında peyda olacaqdır. Təəssüflər olsun ki, aparılan müalicələr tutarlı səmərə vermədi. Murovdağ şaxtasında yaranmış böyrək xəstəliyi onu müqəddəs bir ruhda torpaqlaşdırdı. Hər bir halda müzəffər ordumuz Etibar Sadıqov kimi dünyasını dəyişən mərd oğullarımızın arzusunu həyata keçirdi. Qılıncımızı erməni qanında yaxaladık. Erməni üçün qiyamət olduq və bütün şəhidlərimizin ruhunu şad etdik. Sənin əziz xatirən həmişə bizim qəlbimizdə yad edilməkdədir. Unudulmaz igid əskərimiz Etibar Sadıqov.